Çox vaxt deyirlər ki, uşaqlar niyə dili tez öyrənir? Kim deyir ki, tez öyrənir? Neçə ilə öyrənmişik biz Azərbaycan dilini? Bizdə yanlış inanclar var ki, uşaqlar bir şey tez öyrənir. Bilirsən nə qədər tez öyrənir texnik olaraq? Əvvəla dil cəhətdən bu elə deyil. Amma tez öyrənməyə ona görə deyil ki, uşaqlar tez öyrənir, ağıllıdır. Ona görə ki, uşaqlar işə gelmir. Çox sadə izah var. Yəni elmi araşdırmalar göstərirdi ki, xüsusilə insan performansı elmində ki, yaşlıların öyrənmə kapasitesi zəif deyil. Sadəcə bu insan işdən 8-də gəlir, 9-da gəlir. Bütün işi gücü, zehni enerjisi, maliyyə azadlığı işə gedirsə, elə odur əsasən. Bunun işi gücü olmasaydı və yaxşı pul olsaydı, bunda uşaq kimi universitetə gedəsə, məktəbə gedəsə olsaydı, bunda da eyni kapasite var. Orada bir maneə var. Biz yaşlandıqca dırnaqarası ağıllanırıq və şübhələrimiz artır. Uşağın o şübhələri olmur deyə uşaqlar nisbətdə daha yaxşı öyrənmiş kimi görünür. Amma əslində insan yaşlandıqca daha ağıllı olma ehtimalı yüksəkdir.